təsvir və ifadə vasitələri işlənmişdir. Bu zərif sevdaya gücün çatarmı? Oyaqdır içimdə, qorxular oyaq. Digər ki, baxışın üfüq boyunca, çərpələn uçuran uşaqdır uşaq. Baxın, bu zərif sevdaya gücün çatarmı? Burada nədən istifadə olunub? Ritorik sualdan, yəni bədii sualdan istifadə olunub. Biri götürürük. Sonra deyir ki, oyaqdır içimdə, qorxular oyaq. Baxın, 2 dəfə oyaq sözünün təkrarlandığını görürük. Təkrarlanma varsa nə var? Deməli, təkrir var. Sonra deyir ki, digər ki, baxışın üfüqü, daha doğrusu oyaqdır içimdə, qorxular oyaq. Baxın, qorxuların oyaq olması. Oyaq insan oyaq ola bilər də, canlı insan oyaq qala bilər, oyaq ola bilər, düzdürmü? Yəni, içimdə qorxular oyaq, yəni qorxuların oyaq olması. Oyaq olmaq köçürülüb qorxuların üzərində. Köçürülmə varsa nə var? Metafor var. 3. Sonra deyir ki, digər ki, baxışın üfüq boyunca çərpələn uçuran uşaqdır uşaq. İnsanın baxışını çərpələn uçuran uşağa bənzədib. Bənzətmə varsa nə var? Əlbəttə ki, təşbih var. Deməli, cavabımız olacaq 1, 3, 5, 6. D variantı.